45 yaşlı qadından gəlib deyir, ömrüm boyunca kasıblıqdan kurtulmağa can atmışam, çalışmışam, amma heç nə həll olunmur. Dediyim kimi 45 ildir həyatda qalan birinin, mübarizə aparan birinin üsyanı kimi də dəyərləndirə bilərsiniz ki, hər şey eləyirəm, oda közə atıram özüm, amma xeyri yoxdur. Valideynlərim mənə sevgisizliyindən və cimriliyindən, xəsisliyindən dolayı yetkin həyatımda da sanki heç cürə pula qovuşa bilmirəm də. Sürekli qənaət eləməkdən yorulmuşam. Əsəblər, sağlamlıq, hər şey gedir, amma yenə də ortada bir şey yoxdur. İstədiyim həyat səviyyəsinə qovuşa bilmirəm. Bu nə ilə bağlı ola bilər? Bəzən o qədər bezirəm ki, yaşamaqdan yəni soyuram da, yatıb durmamaq arzuluyuram. Pula, həyata, insanlara qarşı münasibət, insanın özünə münasibətini formalaşdıran bir şeylər, formalaşmasına səbəbiyyət verən bir şeylərdən, səbəblərdən biridir. Bugün nasıl danışa bilmirəm. Cümlələr ağzımda əriyir, qura bilmirəm. Bugün də yağışlı günlərdən biridir, amma en azından normal təmiz hava var da, nə qədər soyuq olsa da. Bəzən o da tapılmır. Bəzən nəm hava narahat edir. Çox mənasızdır həmin o nəm hava. Belə. Yəni hər daim öz bataqlığından kurtulan birilərinə baxdığın zaman dəyirman suyu hardan gəlir, hardan tapır pul ki, belə xərcləyə bilir deyə adam düşünür, amma arxa fonda olan şeylərdən bir çox məsələlər var. Deyir, depressiyaya sürüklənirəm, nə qədər uğursuzluğa davamlı şəkildə düçar olmaq olar, bunun bir çıxış yolu yoxdurmu? Ya başqalarına da öz haqqında danışan, ya başqaları haqqında da danışan ki, pul qazanmağına nə asan başı gəlir, hər şey rahatlıqla əldə eləyib kimisindən. Ətrafında hər daim uğurlu insanlar olub, onlardan faydalana bilib, zamanında yararlana bilib, bir şəkildə münasibətlərdən istifadə eləyib, alındıra bilib, hansı işlərini bir yoluna qoya bilib. Bütün hallarda nə qədər uğurlu olursan ol, burnoutdan sığorta yoxdur, yanma sindromu ola bilər işte və hər yüksəlişində bir çöküşü var da, bir aşağıya doğru xətti də var. Nahamarlıqla ilerleyen bir şeydir, həyat hamar bir şey deyil onsuz da.